heç bir terror aktını, zorakıllığı və günahsız cana qıymağı İslam qəbul etmir. Bir mənalı olaraq İslam zorakarlığı, fitnəni, fəsadı, şiddəti pisləyir və hətta açıq-aşkar Quran-ı Kərimdə bunu edənləri lənətləyir. Və la'anəhullah və a'addə ləhum azabən əzima. Onları lənətləyir və onların dözə bilmədiyi böyük bir əzabı onlara hazırlayır. Və Peyğəmbər salavatullahın hətta döyüşün qızğın zamanı azyaşlı uşaqlara, qocalara, qadınlara, rahiblərə toxunmayın deməsi bir daha İslamı sülh, mərhəmət və ədalətli bir din olduğunu aşılayır.